Səncə sahibkar düzgün şey gözləmir, yoxsa sosial media marketinq mütəxəssisləri düzgün gözlənti yarada bilmir, kommunikasiya eləyə bilmirlər? Məncə bizim bazarda biraz mütəxəssis bir sahibkarla çalışana deyir ki, şeydir, ilk 3 ay məndən heç nə gözləmə. Və yaxud da deyir ilk 6 ay məndən satış Elə şey falan olar. var da, amma həqiqətən var. Sahibkar da 3 ay gözünə döndüyüm deyir ki, oturaq gözləyək də, bu adam yəqin bir şey bilir də. 3 ay ərzində bu adam nə edir? Tam deyir ki, məsəl üçün 3 ay yeni yaranan brendlərdə yenə də hardasa başa düşmək olar, amma 3 ay deyil. İndi elə bir vəziyyətdir ki, sən fərqli vizualları, kontentləri, hədəf auditoriyaları, reklam büdcələrini, nə bilim o scale-ları hamısını test edib ortalığa bir nəticə çıxara bilirsən. Yəni sənin maksimum test üçün müddətin 2 həftə, 3 həftə period əhatə etməlidir. Ona görə sahibkar oturur deyir ki, nə oldu? 3 ay keçdi, görürsən 3 aydan sonra nə olacaq da? Hə. O mən yenə deyirəm, ola bilər mütəxəssis həqiqətən 3 ay ərzində də bir şey edə bilər ki. Amma bəzən yox, ümumiyyətlə ehtiyac yoxdur 3 aya. Maksimum əgər period lazımdırsa bu 1 aydır.